Salam, hörmətli müəllimlər. Bizim bugünkü buraxılışımız coğrafiya fənninə həsr olunur. Könül Mehdiyevanın təqdimatında coğrafi məkan mövzusuna dair test tapşırıqlarının izahına baxacağıq. Salam Könül xanım. Salam Pərvinə xanım, xoş gördük. Könül xanım, artıq coğrafiya müəllimləri qiymətləndirmə çərçivəsi ilə tanışdılar, amma yenə də bəzi məsələləri aydınlaşdırmaq lazımdır. Coğrafiya fənni üzrə neçə məzmun sahəsi var və hər məzmun sahəsinə görə neçə test tapşırığının verilməsi nəzərdə tutulmuşdur? Coğrafiya fənni üzrə 3 məzmun sahəsi var. Coğrafi məkan, təbiət və cəmiyyət. Coğrafi məkana aid 14 sual, təbiət və cəmiyyətə aid isə 18 sual nəzərdə tutulub. Aydındır. Belə görürəm ki, birinci mövzumuz elə ilk məzmun sahəsinə aiddir. Bəli. Gəlin test tapşırıqlarının izahına keçək. Başlayaq. Xəritə sxemə və cədvələ əsasən doğru fikirləri müəyyən edin. Gördüyümüz kimi xəritə sxemi göstərilib. İlk növbədə xəritə sxemin hansı əraziyə aid olduğunu təyin edək. Gördüyümüz kimi xəritə sxem Hindistan yarımadasına aiddir və buradan tropik xətti keçir. 1. İl boyu günorta vaxtı cisimlərin kölgəsi müşahidə olunur. Birinci məntəqə tropik xəttindən şimalda yerləşir, yəni tropik işıqlanma qurşağına yox, mülayim işıqlanma qurşağına düşür. Deməli, burada il boyu cisimlərin kölgəsi müşahidə olunur, doğrudur. İkinci, tropik işıqlanma qurşağında yerləşir. Bəli, ikinci məntəqə tropik işıqlanma qurşağında yerləşir, doğrudur. Üçüncü məntəqə Hind-Qanq ovalığında yerləşdiyi üçün alluvial çöküntülərin təşkil olunmuşdur, doğrudur. Burada yanlış yazdığı üçün düzgün hesab olunmur. 4. Yerləşdiyi ölkə tarixi coğrafi xüsusiyyətlərinə görə federativ quruluşa malikdir. Yanlışdır. Çünki Hindistan milli etnik tərkibinə görə federativ hesab olunur. Yanlışdır və qarşısında yanlış yazıldığı üçün doğru hesab edirik. 5. Sahillər iki okean suları ilə yuyulur. Yanlışdır. Çünki 5-ci nöqtə Şri-Lanka adasında yerləşir və yalnız Hind okeanına düşür. Burada doğru yazdığı üçün düzgün hesab olunmur. Doğru cavabımız 1, 2, 4. Növbəti test tapşırığımız. Qrafikdə 22 dekabr tarixində gecənin uzunluqları verilmişdir. Buna əsasən şəhərləri müvafiq olaraq uyğunlaşdırın. İlk növbədə qrafiki aydınlaşdıraq. Gördüyümüz kimi gecənin uzunluğu birinci məntəqədən dördüncü məntəqəyə doğru artır. Deməli, birinci məntəqədə gecə daha qısa, dördüncü məntəqədə isə gecə daha uzundur. Və bu tarix 22 dekabra aiddir. 22 dekabr tarixində bildiyimiz kimi Günəş cənub yarımkürəsi zenitdə olur və cənub yarımkürəsi daha çox istilik və işıq alır, şimal yarımkürəsi isə daha az istilik və işıq alır. Və bu zaman şimal yarımkürəsində gecələr daha uzun, gündüzlər daha qısa. Cənub yarımkürəsində isə əksinə, gündüzlər daha uzun, gecələr daha qısa olur. Və birinci məntəqədə gecə daha qısa, deməli gündüz daha uzundur. Deməli, birinci məntəqə cənub yarımkürəsinə daha yaxın məntəqə hesab olunur. Yəni, Astara Azərbaycanın cənubunda yerləşdiyi üçün cənub yarımkürəsinə daha yaxındır. İkinci məntəqə birinciyə nisbətən gecə daha uzundur, demək şimala, qismən şimala doğru yerləşir, yəni Babək rayonu. Üçüncü məntəqədə isə 1 və 2-yə nisbətən gecə daha uzanır, yenə qismən şimala doğru gedirik Bakı şəhəri. Dördüncü isə daha uzun gecənin müşahidə olunduğudur ki, yəni xəritə sxemdə gördüyümüz ən şimalda yerləşən məntəqəni götürürük, bu isə Şəkidir. Doğru cavabımız D variantı, yəni 1 Astara, 2 Babək, 3 Bakı, 4 Şəki. Verilmiş xəritə sxemə əsasən müvafiq olaraq A, B, C, A marşrutu üzrə hərəkət azimutlarını müəyyən edin. Gördüyümüz kimi yer kürəsi göstərilib. Xəritə sxemdən aydın göründüyü kimi A nöqtəsi şimal qütbündə yerləşir. Əgər bir məntəqə şimal qütbündə yerləşir, deməli bütün məntəqələr ondan cənubda yerləşir. Yəni A məntəqəsindən biz hara doğru hərəkət etsək, nəticədə cənuba doğru hərəkət etmiş oluruq. Və biz A nöqtəsindən B nöqtəsinə doğru getsək, demək ki, cənub istiqamətində hərəkət etmiş oluruq. Yəni A-dan B-yə olan azimut 180 dərəcəli azimutdur. İkinci azimutumuza baxaq, B və C arasında. Gördüyümüz kimi B və C eyni enliş, yəni eyni paralelin üzərində yerləşir. Və C, B nöqtəsi nəzərən daha şərqdədir. Deməli, B-dən C-yə doğru getmək üçün biz şərq istiqamətində, yəni 90 dərəcəli azimutla hərəkət etməliyik. Növbəti hərəkət azimutumuz isə CA xətti üzrədir. A şimal qütbündə yerləşir. Və biz şimal qütbündə getmək üçün, yəni dünyanın hansı nöqtəsindən hərəkət etsək, şimal qütbünə getmək üçün yalnız şimal istiqamətində hərəkət etməliyik. Deməli, C-dən A olan azimut 0 dərəcəli azimut və ya 360 dərəcəli azimutdur. Doğru cavabımız Y variantı. 180, 90 və 0 dərəcəli azimut. Günəşin ildə bir dəfə zenitdə olduğu enliklə qütb gecələrinin ən qısa müddətli davam etdiyi enlik arasındakı ən qısa məsafə 1/30 milyon miqyaslı xəritədə 15 sm olarsa təhrifi hesablayın. Nəzərə alın ki, hər iki enlik şimal yarımkürəsində yerləşir.
İlk növbədə biz təyin etməliyik ki, bu enliklər hansı enliklərdir? Günəşin ildə bir dəfə zenitdə olduğu enlik yalnız tropik enliklərdir. Yəni 23,5 dərəcəlik şimal enliyi və ya 23,5 dərəcəlik cənub enliyi. Məsələyə diqqət etsək, məsələdə qeyd edib nəzərə alın ki, hər iki məntəqə şimal yarımkürəsində yerləşir. Demək ki, bu 23,5 dərəcəlik şimal enliyidir. Məntəqəmizin biri artıq aydındır. 23,5 dərəcəlik şimal enliyi. Digər məntəqəmiz qütb gecələrin ən qısa müddətli davam etdiyi enlik. Qütb gecələri 66,5 dərəcə enliklərdən 90 dərəcə enliklərə qədər davam edir. Yalnız hər enlikdə qütb gecələrinin davam etmə müddəti eyni deyil. Bəzi məntəqələr daha çox, bəzi məntəqələr daha az. Bu isə məntəqənin yerləşdiyi enlikdən asılıdır. Şimal qütbündə ən uzun davam edir, 66,5 dərəcə enliklərdə isə ən qısa davam edir. Deməli, ikinci enliyimiz 66,5 dərəcəlik şimal enliyi. Və biz bu iki məntəqə arasında məsafəni tapmalıyıq. 66,5 dərəcə enliklə 23,5 dərəcə enliyin fərqini tapırıq, 43 dərəcə. Və 43 dərəcəni biz kilometrə çevirmək üçün meridianın 1 dərəcəlik qövsünə vururuq. Və nəticədə alınır 4773 kilometr. Məsələnin ikinci hissəsinə baxaq. Məsələnin ikinci hissəsində miqyas verilib və miqyasa nəzərən məsafə verilib. 1/30 milyon miqyaslı xəritədə məsafə 15 sm-dir. İlk növbədə 1/30 milyonu kilometrə çevirək. 30 milyonu 100 minə böldüyümüz halda 300 alınır. Yəni 300 kilometr. Yəni xəritənin miqyası 1 sm-də 300 kilometrdir. 300 kilometr 15 sm-ə vururuq və 4500 kilometr alınır. Demək ki, xəritədəki məsafəyə nəzərən həqiqi məsafə 4500 kilometrdir. Biz həm koordinata nəzərən, həm miqyasa nəzərən məsafələri hesabladıq. Xəritələrdə təhrif olduğu üçün bu məsafələr fərqli alınır. 4773 km və 4500 km-nin fərqini tapırıq 223 km, yəni təhrifimiz 223 km-dir. Doğru cavab A bəndi. 22 dekabr tarixində 30 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində günorta vaxtıdır və kölgə yoxdur. B məntəqəsində isə kölgənin uzunluğu ilə cismin öz uzunluğu bərabərdir və kölgə şimal istiqamətində düşür. Verilənlərə əsasən B məntəqəsinin koordinatını müəyyən edin. Biz ilk növbədə təyin etməliyik ki, 22 dekabr tarixində Günəş hansı enlikdə zenitdədir? Günəş cənub tropikində zenitdədir, yəni 23,5 dərəcə cənub enliyinə 90 dərəcə bucaqla düşür. Və bu məntəqədə kölgə yoxdur. Deməli, bu məntəqənin üzərində Günəş zenitdədir. Yəni, bu nəticəyə gəlirik ki, həmən məntəqə 23,5 dərəcə cənub enliyində yerləşir. Digər məntəqədə isə kölgənin uzunluğu cismin öz uzunluğuna bərabərdir. Bildiyimiz kimi, kölgənin uzunluğu o vaxt cismin öz uzunluğuna bərabər olur ki, həmən məntəqəyə Günəş 45 dərəcəli bucaqla düşsün. Və Günəş hansı məntəqəyə 45 bucaqla düşər? İlk növbədə bunu təyin edək. Günəşin 45 bucaqla düşməsi üçün həmən məntəqə 23,5 dərəcə cənub enliyindən 45 dərəcə məsafədə yerləşməlidir. İndi isə cənub tropikindən 45 dərəcə məsafədə yerləşən məntəqəni təyin edək. 23,5 dərəcə cənub enliyindən 45 dərəcə şimala doğru hərəkət etsək, 21,5 dərəcəlik şimal enliyi alınır. Digər şəklə nəzər yetirsək, bu şəkildə Günəş tam olaraq 23,5 enliyin üzərində göstərilib. Bu şəkildən daha aydın olur ki, kölgə şimal istiqamətində düşür. Doğru cavabımız 21,5 dərəcəlik şimal eni və 30 dərəcə şərq uzunu. Eyler-Venn diaqramına əsasən işıqlanma qurşaqlarına aid olan əlamətləri müəyyən edin. Gördüyümüz kimi diaqramda işıqlanma qurşaqları göstərilib. Şimal mülayim, tropik və şimal qütb işıqlanma qurşaqları. Bu işıqlanma qurşaqlarına aid olan oxşar və fərqli cəhətləri təyin etməliyik. Birinci, Afrika materikinin bir hissəsini tutur. Bildiyimiz kimi Afrika materiki mülayim və tropik işıqlanma qurşaqlarında yerləşir. Həmçinin həm şimal mülayim, həm cənub mülayimə düşür. Yəni bu ikinci nöqtəyə aiddir. Yer oxunun orbit müstəvisinə meyillik bucağı artarsa, bu işıqlanma qurşağının sahəsi azalar. Bildiyimiz kimi yer oxu orbit müstəvisinə 66,5 dərəcəli bucaqla meyillidir. 66,5 dərəcə bucaqla meyilli olduğu üçün tropik xəttləri 23,5-dən, qütb dairələri 66,5 dərəcəli enliklərdən keçir. Əgər bucaq artarsa, misal üçün nümunə verək, məsələn 70 dərəcə olarsa, bu zaman tropik xətti 20 dərəcədən keçər. Bunu necə təyin edirik? Tropik xətti ilə yer oxunun orbit müstəvisinə meyillik bucağının cəmi 90 dərəcə etməlidir. Yəni, meyillik bucağı 70 dərəcə olarsa, tropik xətti 20 dərəcəli enlikdən keçər. Bu işıqlanma qurşağının sahəsi azalar deyir. Deməli, tropik işıqlanma qurşağının sahəsi azalar. Çünki İlkin vəziyyətdə 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında yerləşir. Amma şərt dəyişdiyi halda 20 şimal, 20 cənub enliyi arasında yerləşəcək və nəticədə məsafə 40 dərəcə olacaq. Deməli, sahə azalır. Həmçinin qütb işıqlanma qurşağı da eyni ilə azalır, mülayim isə daha da böyüyür. Deməli, B bəndi 3-cü nöqtəyə aiddir.
Üçüncü saat qurşağının orta meridianı bu işıqlama qurşağından keçir. Bildiyimiz kimi saat qurşaqlarının orta meridianları həmçinin bütün meridianlar, qütbləri birləşdirir və bütün meridianlar bütün işıqlama qurşaqlarından keçir. Yəni bu hər üçünə aiddir birinci nöqtəyə. 66,5 dərəcə şimal eni bu işıqlama qurşağının sərhədini təşkil edir. Şimal mülayim və şimal qütb işıqlama qurşaqları 66,5 dərəcəli şimal enliyi ilə ayrılır. Yəni hər ikisinin sərhəddidir. Yəni dördüncüyə aiddir. Qütb ulduzunun görünmə bucağı ilə günəşin düşmə bucağı bu işıqlama qurşağında bərabərləşə bilər. Bildiyimiz kimi qütb ulduzu şimal qütbündə davamlı olaraq zenitdədir, yəni 90 dərəcəli bucaqla görünür. Ekvatora doğru getdikcə bu bucaq kiçilir. Və mülayim işıqlama qurşağında günəşin düşmə bucağı ilə qütb ulduzunun görünmə bucağı bərabərləşə bilər. Qütblərdə qütb ulduzunun görünmə bucağı böyük, günəşin düşmə bucağı kiçik olur. Ekvatora yaxın hissələrdə isə günəşin düşmə bucağı böyük, qütb ulduzunun görünmə bucağı kiçik olur. Doğru cavabımız A variantı. Sxemə əsasən Z nöqtəsinin hündürlüyünü hesablayın. Nəzərə alın ki, X və Y nöqtələri arasındakı məsafə 200 metrdir. Sxemdə gördüyümüz kimi horizontallar göstərilib və X, Z, Y nöqtələri həmçinin dəniz təsvir olunub. Bildiyimiz kimi dənizin hündürlüyü 0 metrdir. İndi isə Y və X nöqtəsi arasında fərqi tapmaq üçün daha rahat yoldan istifadə edək. Y nöqtəsini X və Z nöqtələrinin olduğu horizontal tərəfə köçürək. Yəni Y nöqtəsi dənizə nəzərən neçənci yerdə dayanırsa, sağ tərəfdə də eyni ilə eyni yerdə dayanacaq. Yəni dənizə nəzərən ikinci horizontalın üzərindədir. Həmçinin sağ tərəfdəki horizontallarda Y nöqtəsini köçürsək, ikinci horizontalın üzərinə köçürürük. Dənizdən Z nöqtəsinə qədər 4 aralıq var. X və Y nöqtəsi arasındakı məsafə 200 metr olduğu üçün demək ki, kəsmə yüksəkliyimiz 200 metrdir. 4-ü 200-ə vururuq, 800 metr. Doğru cavabımız C variantı. Müvafiq olaraq 3-cü, 22-ci və 4-cü saat qurşaqlarının sərhədləri daxilində yerləşən meridianları müəyyən edin. İlk növbədə saat qurşaqlarının yerlərini təyin edək. Bildiyimiz kimi 24 saat qurşağı var. Bunun 12-si şərqdə yerləşir, 12-si qərbdə yerləşir. Yəni 0-dan 12-yə qədər şərq yarımkürəsində, 12-dən 24-ə qədər qərb yarımkürəsində yerləşir. İlk növbədə 3-cü saat qurşağının orta meridianı təyin edirik. Bildiyimiz kimi saat qurşağının orta meridianı təyin etmək üçün həmən saat qurşağının nömrəsini 15-ə vururuq. Yəni 3-ə 15 dərəcəyə vururuq və 45 dərəcəli şərq uzunu. Növbəti 4-cü saat qurşağının orta meridianı təyin edirik. 4-cü saat qurşağının orta meridianı tapmaq üçün eyni qaydadan istifadə edirik. Yəni 4-ə 15-ə vururuq, 60 dərəcəli şərq uzunu. İndi isə 22-ci saat qurşağının orta meridianı tapaq. Əgər saat qurşağı qərbdə yerləşirsə, bunun orta meridianı tapmaq üçün ilk növbədə 24-dən çıxırıq, yəni 24 çıxaq 22 bərabərdir 2 və alınan cavabı 15-ə vururuq. 30 dərəcəli qərb uzunu. İndi isə saat qurşaqlarının sərhədlərini təyin edək. Çünki saat qurşaqlarının sərhədlərini bildiyimiz halda o sərhədlər daxilində yerləşən meridianları təyin edə bilərik. 3-cü saat qurşağının sərhədlərini tapmaq üçün orta meridian üzərinə 7,5 dərəcə əlavə edirik. Yəni 45 üstə gələk 7,5, 52,5 dərəcə və ikinci halda 45 çıxaq 7,5, yəni 37,5 dərəcəli şərq uzunu. Həmçinin hər ikisi şərq yarımkürəsində yerləşir. 4-cü saat qurşağının sərhədlərini eyni qayda ilə tapırıq. Yəni 60 dərəcə üstə gələk 7,5 dərəcə, 67,5 dərəcə şərq uzunu və 60 dərəcə çıxaq 7,5 dərəcə, 52,5 dərəcəli şərq uzunu. Növbəti 22-ci saat qurşağının sərhədlərini tapaq. Eyni qayda ilə 1-ci 22-ci saat qurşağını biz orta meridianını artıq təyin etmişdik. 30 dərəcə qərb uzunu alınmışdı. 30 qərb uzunluğunun üzərinə bir dəfə 7,5 dərəcəni gəlib qərb sərhədini tapırıq. Bir dəfə 7,5 dərəcə çıxıb şərq sərhədini tapırıq. Yəni 37,5 qərb uzunu və 22,5 dərəcə qərb uzunluqları. Gördüyümüz kimi sxemdə saat qurşaqlarının yerləşdiyi sərhədlər göstərildi və verilmiş bəndlərə keçək. Birinci 50 dərəcə şərq uzunu. Sxemdən gördüyümüz kimi 50 dərəcə şərq uzunu 3-cü saat qurşağına düşür. 39 dərəcə qərb uzunu. Heç bir saat qurşağına düşmür. 22-ci saat qurşağının sərhədlərinin kənarda yerləşir. 24 dərəcə qərb uzunu 22-ci saat qurşağına düşür. Çünki 22-ci saat qurşağının sərhədləri daxilindədir. 53 dərəcə şərq uzunu 4-cü saat qurşağında yerləşir. 70 dərəcə şərq uzunu heç bir saat qurşağına aid deyil. Və 20 dərəcə şərq uzunu həmçinin heç birinə aid deyil. Doğru cavabımız C variantı 1, 3, 4. Diqqətinizə görə çox sağ olun. Bütün dinləyicilərə təşəkkür edirəm. Həmçinin imtahanda iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayıram. Biz təşəkkür edirik Könül xanım ətraflı izahınıza görə. Ümid edirik ki, izahlarınız və göstərdiyiniz test tapşırıqları müəllimlər üçün faydalı olacaq. Çox sağ olun, təşəkkür edirəm. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.